Əziz tamaşaçılar, biz hazırda Tofiq Bəhramov adına Respublika stadionunun qarşısındayıq və az sonra burada Türkiyə-Azərbaycan maçı başlayacaq və göründüyü kimi inanılmaz bir ajiotaj var və artıq hər kəs maça axın edir. Arkadaşlar maçla ilgili maçta neler düşünüldünüz, neler gördünüz? Maçta neler? Almanya maçında da iyi oynayamadı. Yani burada da oynayamadı Türkiye. Ya Azerbaycan haklı bir galibiyet aldı. Azerbaycan ondan razı kaldı yoksa en çok hansı oyuncu seçtiniz? Anlamadım. Hansı bu Türkiye'nin oyunu yoksa Azerbaycan oyunu? Azerbaycan daha iyi oynadı. sizce bu oyundan Türkiye Avrupa Kupasına çıkabilir? Çıkamaz. Çıksa da rezil olur. Bu futbolla çıkamayız. Kardeş siz ne düşünüyorsunuz? Sizce bu maçta Türkiye Avrupa Kupası'ndan çıkabilecek mi? Çıkamayacak. Neden? Bu takımlar zor. Teknik direktör değişmeli mi? Değişmeli. Kim gelmeli sence? Türk bir teknik direktör gelmeli. Kimi görersen? Aykut Kocaman'dan. Olabilir. Azerbaycan oyunu necə değerlendirecek? Azerbaycan yaşlı oynadı, güzel oynadı. İrlandiyadandır. Bəli, görün Patrik'tir. Patrik Bey də İrlandiyadan gəlib və bugün Azərbaycan yığma komandasının maçını izlədi. Patrik Bey, ümumiyyətlə komandamız haqqında nə deyə bilərsiniz? What can you say about our team? Oh, your team was so good. I knew they were going to win. They had most of the big things. Very strong team, and I'm glad they won. They deserve to win. You know, o dedi ki çok güçlü takımdır. O özü de dedi ki mənə maçdan əvvəl özü şəxsən mənə dedi ki 2 gün dedi ki Azərbaycan uduzacaq, mən əminəm. Mən deyəm ki ola bilməz. Bu dedi ki yox, Two goals. Bəs Türkiyə haqqında, Türkiyə niyə səndə belə zəif oynadı? Avropa çempionatında 3-cü yer tutmuş bir komanda, bugün gəldi Azərbaycan komandasına And oldu. what can you say about the Turkish team, which 8 years ago they took place third place as a World Cup? Well, yeah, they were good, but they weren't as good as Azerbaijan. Onlar da yaşlıydı ama Azərbaycan daha inanmıyorsun göstərdi, daha güclüydü. Yəni ki Azərbaycana eşq olsun. Sağ ol. Bugünkü maç. Neden böyle kötü oynuyorum ben? Almanya'yla maç, şimdi bu maç. Bırak abi ya. Maçı yormuş orada. Azerbaycan tebrikler. Güzel oynayan kazandı. Sence Diyecek hiçbir şey bu yok. maçta Türkiye Avrupa Kupası'na çıkabilir mi? Yok bu oyunda bir yere çıkamaz. Azerbaycan tebrikler. İnşallah çıkar. Biz inanıyoruz Türkiye. Bu oyunda çıkamaz. Sağ olun, çok sağ olun. Bakı polisi ise həmişə olduğu kimi yenə də agresifdir. Bakı polisi insanlara qarşı çox böyle zor tətbiq edir. Kadra var ya. Əfi şəkildə orada. Tekrar yakınlaştılar. Bakı küçələrində ilk dəfədir ki, əhali propkalara, yəni tıxaclara qarşı heç bir etiraz eləmir. Çünki bu tıxacın bir səbəbi var. Bu bizim komandamızın qələbəsidir. Bu tıxac məhz qələbədən doğan tıxacdır. Yəni ki, bizim maddi imkanlarımız o qədər inkişaf etməyib, amma buna baxmayaraq biz sizə doğru xəbəri çatdırmaq üçün bugün Tofiq Bəhramov adına Respublika stadionundaydıq və bütün materialları, bütün məlumatları əldə etmək üçün əlimizdən gələni etdik sizinlə birlikdə. Hörmətli tamaşaçılar, siz bizim saytımızı izləyin. Yəni ki, məhdud imkanlara baxmayaraq başqa saytların hər cür imkanı olsa da onlar bugün burada yox idilər. Amma azxəbər.com saytı sizin yanınızdaydı. Yəni ki, sizə doğru məlumat çatdırmaq üçün əlimizdən gələni etdik. İnşallah növbəti oyunlarda da biz bunu eləyəcəyik. Siz sadəcə olaraq bizdən ayrılmayın.
olmayın və bizə öz dəstəyinizi bizdən əsirgəməyin, hörmətli tamaşaçılar. Hamınıza minnətdarıq. Bugün sizinlə bizim operatorumuz Faiq Sədiyev idi. Bizim azxəbər.com saytının redaktoru Əfsəddin Ağalarov idi. Və Azərbaycan demək istəyərdim ki, portalları içərisində böyük bir uğur qazanmış bizim gözəl jurnalistimiz azxəbər.com saytının redaktoru Hacıbəy Heydərli. Biz hər zaman olduğu kimi sizin yanınızdayıq. Azxəbərini unutmayın, biz xəbəri çıxartmayın. Bizi izləyin, biz qələbələri sizə hər zaman anında, yerində, zamanında çatdıracağıq. Azxəbər.com saytı.